Bank Respublika Arenadayıq əziz tamaşaçılar. Masazır qəsəbəsində Duz Gölü kimi tanıdığımız gölün sahilində. Bugün Azərbaycan Kuboku uğrunda yarışların 2024-2025-ci il mövsümündə ikinci finalçısı məhz burada, bu stadionda məlum olacaq. Bu ya Sabah ya da Neftçi komandası olacaq. Start heyətləri sabahdan başlayaq. Qapıda Stas Pakatilov var, nömrə 92, 17 Teylur Mütəllimov, 5 Rəhman Daşdemirov, 6 Abdullah Xaybullayev, 88 Xəyal Əliyev, 4 Sofyan Çakla, 18 Pavol Şafranko kapitan, 70 Jesse Sekidika, 3 John Irasabal, 13 Ivan Lepinice və 33 nömrəli futbolçu Umarali Rahman Aliyev ilk oyunun mənə görə qəhrəmanı məhz o idi. Baş hakim İnqilab Məmmədovdur. Ona Namik Hüseynovla Rahil Ramazanov qətlərdə kömək edəcəklər. 4-cü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Azərbaycan Hava Yolları var otağına bağlanırıq. Orada Nicat İsmailli vardadır, Tural Qurbanov, onun assistentidir var da. Oyunun hakim inspektoru Babək Quliyev. Oyunun AFFA nümayəndəsi isə Seymur Səlimlidir əziz tamaşaçılar. Və qonaq komanda Neftçinin heyəti Rıza Cəfərov kapitan qapıda. 10 Filip Ozobiç, 8 Emin Mahmudov, 3 Höccət Akverdi, 4 Elvin Camalov, 91 Ağadadaş Salyanski, 14 Edvin Kuç, 99 Ervin Kofi. İnqilab Məmmədovun start fitini gözləyirik. Emin Mahmudov topun gerisində. Və oyun başladı. Dərhal irəli ötürmə, uzun ötürmə burada İrasabal qarşılayır. Matias irəli ötürmə. Filip Ozobiç. Ozobiç, onun ötürməsi. Ozobiç, Ağadadaş Salyanski. Ozobiç və Stas Pakatilov. Sabahı qoldan xilas edir Stas Pakatilov. Neftçi təhlükəli gəldi rəqib qapısına. Təkrara baxaq. Burada oyundan kənar vəziyyət də yox idi. Filip Ozobiç təkbətəkdən yaralana bilmiş. Out. Rəhman. Umarali Rahman Əliyev. Rəhman Daşdemirov. Baxdı cərimə meydançasına. Ötürdüyü top Mustafa Sek qarşılayır. Qayıdan topa zərbə. Və hesab açılır. Sabah hesab açır. 23-cü dəqiqə ilk təhlükəli hücumda Jesse Sekidika Sabahı hesabda önə çıxarır. Sanki mənim bu fikrim özünü doğrultdu. Sabah əks hücumda Neftçinin qapısına yol tapır. Mustafa Sek topu uzaqlaşdırırdı burada. Emin Mahmudov topa çatmır. Jesse Sekidika dəqiq zərbə ilə hesab açır. Sabah 1, Neftçi 0. Neftçi hücumu, Matias hücuma qoşulub, qapıya paralel ötürmə, zərbə və burada Sabahın bəxti gətirir. Reaksiyası daha maraqlıdır. Burada son anda müdaxilə var Sabah müdafiəçilərindən. Bu Sofyan Çakla idi. Qarşısında Ervin Kofi var. Sekidika topla çox yaxşıdır. Sekidika göndərdi cərimə meydançasına. Burada Sekdən daha bir səhv. Təhlükəli idi. Teylur sevir belə zərbələri amma bu dəfə çərçivəyə düşə bilmədi Teylur Mütəllimov. Premyer Liqada ötən ayın ən yaxşı qolunun müəllifi. Ən gözəl qolunun, ən baxımlı qolunun müəllifi. İkinci qolu vurmağa yaxın oldu. Qapıdan zərbəni indi Rıza. Yerinə yetirəcək Rıza Cəfərov. Çox maraqlı oyun izləyirik. Neftçinin təhlükəli hücum ola bilər. Filip Ozobiç. Yenə Stas Pakatilov. Bu da təkrar. Uzun ötürmə qapıcıdan. Filip Ozobiç. Burada müdafiəçilər səhvə yol vermişdi. Filip Ozobiç və Stas Pakatilov ardınca da Rəhman Daşdemirov riskə getmir. Əslində topu saxlamaq istəyirdi. Bir qədər səliqəsiz saxladı. Burada bəlkə də qol olsa var da bu epizod incələnəcəkdir. Rıza Cəfərovdan uzun ötürmə irəli. Filip Ozobiç. Zərbə və 1-1. Emin Mahmudov hesabı bərabərləşdirir. Bir anlıq diqqətsizlik və Neftçi bərabərlik qolunu vurur. Hakim mərkəzə qaçdı. Namik Hüseynov.
Özünü ötürmür Əli. Yox, burada oyundan kənar vəziyyət yoxdur. Emin Mahmudov və 1-1. Filipozovic. Topu çevrilmək istəyirdi. Top ayağını irəli buraxdı. Ötürmə alındı burada Emin Mahmudova və Emin Neftçini ümidləndirir. Təhlükəli idi Sabahın hücumu Marali Rahman Əliyev. Rahman Əliyev sağdan hücuma qoşulan var. Bu Tellur'dur. Tellur baxdı qapıya. Zərbə və top qapının üstündən keçir. Sabah ikinci gol vurmağa çox yaxın idi. 44-cü dəqiqə. Sabaldan uzun ötürmə cərimə meydançası istiqamətində Xəyal Əliyev bu topa çatmağa çalışır. Çatdı da. Amma topu meydanda saxlaya bilmir davamında. 45-1-ci dəqiqədə tamamlandı artıq. Fasiləyə gedirik. 13-14 dəqiqədən sonra yenidən Bank Respublika arenaya bağlanacaq. İlk hissədə sarı vərəqəsinin olduğunu xatırladaq. İkinci hissə başladı. Neftçinin niyyəti qapıda Rıza Cəfərov, müdafiədə höcət haqq verdi Yuri Matias, Mustafa Sek itirdi. Matias, ondan öncə Rəhman. Top irəli çevirir. Pavel Şafranko əl oynadı. Anatoliy Nuriyev. Nuriyev sol cinahdan irəliləyir. Nuriyev cərimə meydançasında. Nuriyev qapıya paralel ötürməsi. Zərbə olacaq mı? Zərbə! Və son anda Neftçinin bəxti gətirir. Şafranko əla saxlayır. Anatoliy Nuriyev sol cinahdan irəlilədi. Ötürməsini edir burada Lepinitsa. Son anda Mustafa Sek. Elmin Quşla Rəhman Daşdəmirov arasında gərginlik. Burada yaxın künc, qaydan top. Zərbə və son anda top qapının üstündən keçir. Abdullah Haybullayev idi zərbəni vuran. Kornerlər seriyası nəhayət bitdi. 75-ci dəqiqə ötürmə və Rıza! Rıza əl oynuyor. Şafrankonun zərbəsindən sonra Rıza Cəfərov Neftçini qoldan xilas elədi. Bu da təkrar yaxın küncdə ev tapşırığını yaxşı yerinə yetirmişdi. Sabah futbolçuları Pavel Şafrankonun zərbəsi və Rızadan əla reaksiya. Ötürmə cərimə meydançasına. Şafranko çevrildi. Qapıya paralel və burada yenə Neftçinin bəxti gətirir. Mikkels sadəcə son toxunuş, dəqiq toxunuş lazım idi. Burada Pavel Şafranko yaxşı çevrildi. Anatoliy Nuriyev. Anatoliy Nuriyev özü. Pavel Şafranko və Rıza. Rıza Cəfərov Neftçinin ümidini saxladı. Burada Anatoliy Nuriyev özü zərbə vurur düz Rızanın üzərinə. Rızadan ardıcıl 2 seyf. Və küncdən zərbə. Neftçi iləri atılmışdı. Bütün komanda ilə müdafiəsində boşluq verdi. Bu fürsətdən yararlana bilmədi. Kehin Paris 93-də 6-cı dəqiqə tamamlanıb. Lepinitsa. Lepinitsa Ramir Şeydayev. Və burada qayda pozuntusu gözləyir və İnqilab Məmmədov maçı bitirdi. İnqilab Məmmədov maçı bitirdi. Sabah tarixində ilk dəfə Azərbaycan Kubok uğrunda yarışların finalında oynayacaq. Avrokubok ümidini finala daşıyır. Sağ olun, sağlam olun, əsas olun.